Hər kəsə salam dostlar, 16-cı dərsimizə xoş gəlmisiniz. Bu dərsimizdə şahmatda rəqibə ani və təsirli zərbə endirməyə imkan verən səngəl taktikası haqqında danışacağıq. Səngəl bir fiqurun eyni anda iki və ya daha çox fərqli fiqura hücum etməsindən ibarət olan taktiki bir fənddir. İndi isə gəlin bu taktiki fəndi daha yaxşı başa düşməyiniz üçün sizə nümunələr üzərindən izah edim. Deməli dostlar, biz demişdik ki, səngəl bir fiqurun eyni anda iki və ya daha çox fiqura hücum etməsidir. Bu tərifə baxdığımız zaman biz görürük ki, D1 xanasındakı topumuzu D5 xanasına gəlsək, biz eyni anda həm rəqibin fil fiqurunu istəmiş oluruq, həm də rəqibin at fiqurunu istəmiş oluruq. Baxın, topumuzu D5 xanasına gəlirik və belə olduğu halda rəqib hər iki fiqurunu eyni anda qoruya bilmir və seçim etmək məcburiyyətində qalır. Gördüyünüz kimi səngəlimizin bir ucu rəqibin fil fiquruna baxır, digər ucu isə rəqibin at fiquruna baxır. Və rəqib hansı fiqurunu qorumağı seçərsə, deyək ki, fil fiqurunu qorumaq istəyir və fiquru kənara çəkir. Belə olduğu halda biz növbəti gedişdə rəqibin at fiqurunu vuracağıq. Və yaxud da deyək ki, fil fiqurunu qorumur, at fiqurunu qorumağı seçir. Deyək ki, atını C4 xanasına gələrək bizim topumuza hücum eləyir. Amma artıq bunun bir mənası yoxdur. Çünki biz növbəti gedişdə rəqibin fil fiqurunu vuraraq önə keçmiş olacağıq. İndi isə gəlin bu nümunəyə baxaq. Bu nümunədə məqsədimiz yenidən top fiquru ilə səngəl taktikasından istifadə etməkdir. Baxın, gördüyünüz kimi biz Y4 xanasındakı topumuzu B4 xanasına gəldiyimiz zaman biz eyni anda həm rəqibin şahına hücum etmiş oluruq, həm də rəqibin filinə hücum etmiş oluruq. Və şahmat oyununun qaydalarına görə şaha hücum olunduğu anda rəqib əvvəlcə öz şahını qorumalıdır. Belə olduğu halda rəqib öz şahını qorumaq üçün qaçmaq qaydasından istifadə eləyir və növbəti gedişdə biz rəqibin müdafiəsiz fil fiqurunu vuraraq önə keçmiş oluruq. İndi isə gəlin belə bir nümunə ilə videomuza davam eləyək. Bu nümunədə videonu dayandırıb hansı fiqurla hansı xanadan səngəl taktikasından istifadə edib edə bilmədiyimizi tapmağa çalışın. Ümid edirəm ki, hamınız düzgün cavabı tapa bilmisiniz. Bu nümunədə düzgün cavab J7 xanasındakı filimizlə D4 xanasına gəlməkdir. Baxın, biz filimizlə D4 xanasına gəldiyimiz zaman eyni anda həm rəqibin şahına hücum etmiş oluruq, həm də rəqibin topuna hücum etmiş oluruq. Gördüyünüz kimi səngəlimizin bir ucunda şah fiquru var, digər ucunda isə top fiquru var. Belə olduğu halda şahmatın qaydalarına görə əvvəlcə rəqib öz şahını müdafiə etməlidir və rəqib öz şahını hər hansı bir xanaya qaçdıqdan sonra biz növbəti gedişdə rəqibin top fiqurunu vuraraq önə keçmiş oluruq. Deməli dostlar, bu nümunədə yenidən gediş qaralardadır və siz yenidən videonu dayandırıb B7 xanasındakı filimizlə rəqibə hansı xanadan səngəl edə biləcəyimizi tapmağa çalışın. Ümid edirəm ki, hamınız düzgün xananı tapa bilmisiniz. Deməli, biz B7 xanasındakı filimizi Y4 xanasına gəldiyimiz zaman gördüyünüz kimi eyni anda həm rəqibin at fiqurunu istəyirik, həm də rəqibin top fiqurunu istəyirik. Gördüyünüz kimi səngəlimizin bir ucunda at fiquru, digər ucunda isə top fiquru dayanıb. Və əvvəlki dərslərimizdə də izah etdiyim kimi, top fiqurunun dəyəri at fiqurunun dəyərindən daha çox olduğu üçün rəqib top fiqurunu qorumaq istəyəcək. Deyək ki, Y1 xanasına gələrək bizim Y4 xanasındakı filimizə hücum edəcək. Amma bunun bir mənası yoxdur, çünki biz növbəti gedişdə rəqibin F5 xanasındakı at fiqurunu vurmuş olacağıq. İndi isə gəlin dərsimizə belə bir nümunə ilə davam edək. Bu nümunədə gediş ağlardadır və məqsədimiz yenidən ağlarla səngəl taktikasından istifadə etməkdir. Baxın, gördüyünüz kimi biz Y1 xanasındakı vəzirimizlə Y5 xanasına gəldiyimiz zaman eyni anda həm rəqibin şahına hücum etmiş oluruq, həm də rəqibin müdafiəsiz top fiquruna hücum etmiş oluruq. Gördüyünüz kimi səngəlimizin bir ucunda şah fiquru, digər ucunda isə top fiquru dayanıb. Belə olduğu halda rəqib ya şah fiqurunu qaçacaq və ya bloklama qaydasından istifadə edəcək və növbəti gedişdə biz də gəlib rəqibin müdafiəsiz top fiqurunu vuraraq önə keçmiş olacağıq. Deməli dostlar, bu nümunədə gediş ağlardadır və məqsədimiz piyadamızla səngəl taktikasından istifadə etməkdir. İndi isə siz videonu dayandırıb hansı piyadanı hansı xanaya gələrək səngəl taktikasından istifadə edə biləcəyimizi tapmağa çalışın. Ümid edirəm ki, hamınız tapa bilmisiniz. Deməli, burada səngəl taktikasından istifadə etmək üçün lazım olan düzgün gediş D2 xanasındakı piyadanı 2 addım irəli gəlməkdir. Baxın, gördüyünüz kimi D2 xanasındakı piyadanı D4 xanasına oynayırıq və biz eyni anda həm rəqibin fil fiqurunu istəyirik, həm də rəqibin at fiqurunu istəyirik. Bu vəziyyətdə rəqib əgər at fiqurunu qaçsa, biz növbəti gedişdə rəqibin fil fiqurunu vurmuş olacağıq. Rəqib fil fiqurunu qaçsa, biz də növbəti gedişdə rəqibin at fiqurunu vuraraq önə keçmiş olacağıq. İndi isə gəlin at fiquru ilə səngəl taktikasından istifadə etməyə çalışaq. Bu nümunədə gediş ağlardadır və gördüyünüz kimi biz atımızla
C7 xanasına gəldiyimiz zaman biz həm rəqibin şah fiquruna hücum etmiş oluruq, həm də rəqibin top fiquruna hücum etmiş oluruq. Və rəqib şahını qorumağa məcburdur. Buna görə şahını hər hansı bir xanaya qaçdığı zaman biz də növbəti gedişdə rəqibin top fiqurunu vuraraq önə keçmiş olacağıq. Deməli dostlar, biz demişdik ki, çəngəl eyni anda 2 və ya daha artıq fiqura hücum etdiyimiz taktiki bir gedişdir. İndiyə kimi göstərdiyim bütün nümunələrdə biz sadəcə eyni anda 2 fiqura hücum edirdik. Amma bu nümunədə gördüyünüz kimi biz atımızla D6 xanasına gəldiyimiz zaman eyni anda həm şah fiquruna, həm top fiquruna, həm də vəzir fiquruna hücum etmiş oluruq. Belə olduğu halda şahmatın qaydalarına görə əvvəlcə şah fiquru müdafiə olunmalıdır. Deyək ki, şah B7 xanasına qaçır. İndi isə bizim seçimimiz var. Biz həm top fiqurunu vura bilirik, həm də vəzir fiqurunu vura bilirik. Əvvəlki dərslərimizdə də izah etdiyim kimi, vəzir fiquru şahmat oyunundakı ən çox xala malik olan fiqur olduğu üçün biz atımızı Y5 xanasına gələrək rəqibin vəzirini vurmuş oluruq. Dostlar, əvvəlki dərslərdə də izah etdiyim kimi, şahmatda 6 fərqli fiqur var və biz bu 6 fiqurun 6-sı ilə də çəngəl taktikasından istifadə edə bilərik. İndi isə gəlin axırıncı fiqur olan şah fiquru ilə çəngəl taktikasından istifadə etməyə baxaq. Deməli, bu nümunədə gediş ağlardadır və məqsədimiz şahımızla çəngəl taktikasından istifadə etməkdir. Biz görürük ki, şahımızı Y6 xanasına gəldiyimiz zaman eyni anda həm rəqibin topuna, həm də rəqibin atına hücum etmiş oluruq. Bu vəziyyətdə top fiquru at fiqurundan daha dəyərli olduğuna görə rəqib top fiqurunu qaçmalıdır. Deyək ki, D6 xanasına gələrək bizə şah verir, amma bunun bir mənası yoxdur. Çünki növbəti gedişdə biz F7 xanasına gələrək rəqibin müdafiəsiz at fiqurunu vurmuş olacağıq. Deməli dostlar, 16-cı dərsimiz bu qədər idi. Ümid edirəm ki, hamınız üçün faydalı oldu. Videonu bəyənməyi və kanala abunə olmağı unutmayın. Növbəti dərslərdə görüşənədək hamınıza uğurlar.